Selamünaleyküm əziz dəyərli izləyicilərimiz. Bu nədir, yenə qırmızını gətirdi? 99-a gündür. 99 budur. Deyən görüm. 99-a gündür. Şeydə olan nömrədə. Salamlar izləyicilərimizə. Hamısı yığılıb. Bu boyda adam baxmır mənə. Bu boy 800 adam gəlib bura, hamısı sənə görə Salam əziz gəlib. dəyərli izləyicilərimiz. Mən heç kimə lazım deyiləm. Hamı sənə görə yığılıb bura. Siz zarafat eləyin. Asiman görün gələcəkdə ulduz olur, olmur. O mahnı deyil. Bir mahnı var, onu istəyirəm özümün. Yox, hələ bu şeylə görün, bunu əzbərə oxu. Özündə mahnı nədir? Şeirimdən. Şeirimdən bir mahnı var, onu istəyirəm. Verdi mahnı biraz əzbərə görək. Hə? Hani bunu attım. O birisində var, tamam da var. Hə, onu izləyirəm. Asima, qarnın gürülür, açsa, zakaz eləyim nəsə? Ha, zarafatsız. Yok, öyle. Kif üstünde kifimizde ip sarılı müşebbeyi uyuk dedim attan düştü. Attım düşdü ya, atdan düşdü. Attan düştü. Attım düşdü nədir? Sənsən salam yaza. Özümə salam yazmışam oradan. Kompüterdə gəlib səzən burasını salam yazıram sənə. Deyin görüm. Ala bunu. Bu nədir belə? Allah kömək olsun, bunu çıxart gətirdən, zəriyyət qalıcı adlı gətirmirsən bura. Dostlar, Asiman düet ortağı axtarır özünə. Amma yaxşı səsi olan xanım axtarır. Ki, bundan nağarsın düet oxusun. İndi deyir, mənim reklamım var, səsim yoxdur. Heç olmasa düet ortağımın səsi olsun ki, məni pakrivat eləsin. Kim oxumaq istəsə, səhifədə nömrələrimiz var. Mənim səhifəmdə to ist. Yazsın, düet oxumaq istəsə. Ancaq xanım düet də, kişi düeti yox, xanım düet. Yox, səs olmalıdır. İndi Asimanın səsi yoxdur. Necə deyərlər? Hörməti var. Ondan sonra necə deyim? Dediyim söz yadımdan çıxdı. Reklamı var. Asiman indi hər yerdə tanınır. İndi özünə düet ortağı axtarır, amma səsi olsun. Mən oxuyum da. Oxuya bilirsinizsə, problem indi Asimanın mən səsini yazım. Səsini yazandan sonra qoşularsınız canlı yayımda, oxuyarsınız. Kimin səsi Asimanın xoşuna gəlsə, o adamı özünə düet ortağı götürəcəkdir. Hə, Asiman? Eyni sözlər iki dəfə. Hə, 2 dəfə. Hamısından 2 dəfədir. İndi Asimanın indi səsini yazıram, ondan sonra qoşulub bir-biri oxuyarsınız. Yəni ki, düet ortağı kim olmaq istəyirsə. Xalam olar, nənəm olar. Xala, nənə nədir? Qoyun yerində rahat yatıblar indi nənələr hamısı. Bütün nənələrin əlindən öpürəm. Allah onları var eləsin. Ölənlərimizə də Allah rəhmət eləsin. Nənələr
Nənələr bizim evimizin necə deyirlər, ocağıdır. Böyüklər bizim başımızın tacıdır. Yoxsa tıklamamız zəifdir nəsə. Tıklayağın, başlayağın inşallah oxumağa. Yani bu birine gönderirsin. İkisinə də göndərmişəm. Yani onda bu birine canlı olsun. Mado tərəfdə deyil. 5 saylı xəstəxananın yanındadır bizim adres. Asiman neçə yaşı var, bilmirəm axı. 37. 37 yaşı var. Hə,